İnsanlar televizyondan iğrənirlər. Məsələn, mən televizorlara baxmıram, 10 ildən çoxdur. Baxıram ha, hansına baxıram. Bizim ədəbi verilişlər var. Məsələn, baxıram, məsələn, tutaq ki, bu lazımdır verilişə baxmaq. Nadir halda. Sonra ən çox baxıram Türk televizyalarına, hətta hər axşam saat 8-də mən Türk televizyon xəbərlərinə baxıram. Amma xəbərə baxırsınız, filmə də bayaq dediniz ki, baxırsınız. Filmlərə hamısına baxıram. Amma indi belə fikirlər də var ki, elə Azərbaycan cəmiyyətində, bu gün parlamentdə belə bir rəqəm səsləndi ki, deputatlardan biri dedi ki, boşanmalar pik həddindədir. Bəzən belə fikirlər də gəlir ki, çoxsu Türk seriallarının təsiri altında. Yox, o savadsız söhbətdir. Hansı deputat deyil, bilmirəm. O savadsız söhbətdir. Yəni, müəyyən filmlərdə var, xəyanət var, müəyyən filmlərdə var ki, nə bilim, çox qadına sərbəstlik var. Bilməm, yəni o qədər şeylər var ki, bugün o seriallar siz düşünürsünüz ki, Azərbaycan... Qətiyyən, bizim ailəmiz var da, bizim ailəmiz o seriallar, biz niyə boşanmarıq? Yəni, 50 ildir, ailəmiz da deyir, 50 ildir, düz 50 ildir, bir yerdəyik, başa düşdünüz. Elə şeylər yoxdur, onlar hamısı bahanədir. Özləri... Boşanmaq istəyən üçün bəhanədir. Boşanmaq niyə? Niyə qadınlardan danışır? Elə kişilər deyirlər. Ötən gün parlamentdə Fazil Mustafa dedi ki, daha çox qadınlar... Mən burada onu çox tənqid olundu. Fazili mən yaşlanıyorum, o da mən yaşlanıyorum. Birisi hörmətim də var onun savadına. Fikir ama doğru deyil da. Fikir tamamilə doğru deyil. Tamamilə doğru deyil. Hər şey qadına yükləmək nə demək? Yox, ümumiyyətlə qadınların təqsiri orada 1% bəlkə də. Kişilərdən çox. Adını kişi qoyur və hər yerdə deyir ki, mən kişiyəm. O adam ki, deyir ki, mən kişiyəm, bilin ki, onun nəyəsə çatmır, kişiliyi çatmır. Ya da onun ailəsindən nəsə çatmır. Görürük də, kişi doğulmuşsan daha. Burada 2 nəfər cins var, siz və qadın kişi. Siz də anasınız. Onda siz də gedin, loğlanın hər yerdə deyin ki, mən anayam. Anadan böyük xilqət var. Məni də ana dünyaya getirib. Yəni, mən kişiyəm demək naçilikdir. Mən bunu 40 ildir yazıram, indi də təkrar edirəm ki, qoy eşitməyən də eşitsin. Mən kişiyəm nə deməkdir? Hamı görür da, sən anadan doğulanda kişi doğulmuşsan. Nəticə budur. Mən deyək, kişiyəm mən deyən olmalıdır, necə sən ağıllı adamsan. Kişilərin çoxsunun 90% ağıllı yox, 80%. Sən kişisən demirsən deyən olmalı. Sən nə deyirsən axı? Sən nə deyirsən? Qadın da, kişi də heç olmasa demişsiniz gender bərabərliyi. O genderizədə qoyaq qırağa, o bərabərliyi yoxdur və olmayacaq. Söhbət nədən gedir? Ay balam, qadın axı hər şey deməkdir. Qadın Allahdan sonra ikinci, nə danışırsınız? Necə qadınlar belə, qadınlar elə? Niyə qadınlar sonra? Sonra deyirsiniz ki, qadın zorakılıq məsələn. Qadın kimə zorakılıq eləyir? Bu nə savasız hüquqdur? Elə bir şey olar. Bir də yadıma gəlir Rəsulullah bizim Milli Məclisin sədri idi. Dedim, mən 25 ildir bu hüquqşünaslarla işləyirəm. Hələ bunların dilini başa düşə bilmirəm. Məsələn, deyir ki, televizorda, deyir ki, filankəsin üzərindən 50 kilo marihuana tapıldı. Ama bu beldə şeydə gəzirirdi, nədir, maşıqda gəzirirdi. Deyirlər, arabanın başında tapıldı, garajda tapıldı, evində tapıldı, quyudan tapıldı. Filankəsin üzərindən 10 kilo, nə bilim, başqa narkotik maddə tapıldı. Heç kim nə savadlı danışa bilir, nə savadlı ağlı var, nə xalqa sözünü çatdıra bilir. Və belə olmur axı. Biz siri ağıllı adamlar görək, televiziyada, orada, burada, qəzetdə. O şov proqramlar deyildi, zaurlar var. Birisi şov proqramlar niyə hörmətlədir? Təkcə bu aparıcı söhbət var, aparıcı savadsızlar, dediyim kimi. Hələ mən bir daha savadlı aparıcı rast gəlmirəm. ASV şeyinə. Mən siz demirəm. Burada hamı döyür, bir iki nəfər var da. Zaten mən özümü götürməm. Bir iki nəfər var, götürənməzsiniz axı. Çünki sizin rejimiz haqqında işin danışmır. Görürsünüz, ən məsələlər, ciddi məsələlər siz qarışırsınız. Mən görürəm, yüzdə demirəm bunu və sevinirəm. Tərləməyi də sevinirəm. Ən ciddi məsələlər qoyursunuz, siyasi məsələlər qoyursunuz. Niyə demirlər ki, sən onu niyə qoydun elə danışmağa? Niyə belə oldu, niyə belə? Bilirsiniz, sövləndən gəlir, bu da savadsızlıq və cahilliyin nədir. Ora gələn adamlar, qonaqlamasın qadınlarımız və kişilərimiz. Çox hayasızlıq eləyirlər. Məsələn, biz Türkiyədə də baxırıq bu veriş. Şəxsən mən 6 il baxmışam, o Türkiyədə bir sosial veriş var. Bizimkiləri də tənqid eləmişdir. Qadın adı nə deyil? Çox gözəl. Adamlar danışanda da, boşananlar da, boşayanlar da, danışanda çox mədəni danışırlar, çox ağlıcanab danışırlar, şəxsiyyətlə danışırlar. Biz də hamısı qaraçıdır. Bəs deməzsə ki, bu nə millətdir? Bizim qadınlar niyə belə hayasızlıq edirlər? Bizim bu kişilər niyə belə hayasızlıq edirlər? Yəni, bəli, onun alternativləri olub da, Rusiyada da ictimaiyyət proqramımız adı var. Yox, görsün necə mədədir. Onun üçün intellekti də var. Adam bir şey öyrənir oradan. Adam, məsələn, elə azca şov verişlərini götürür bizimki. Məsələn, mən bunu dəfələrlə demişəm, Türk televiziyalarında
Moskvada da demişəm. Deməli, Moskvada məsələn şou verilişi üçün 2-3 milyon dollar pul ayrılır hər veriliş üçün. Orada məsələn bir şou verilişini çağırırlar bir professoru, məsələn 40 dənə kitabı var. Ürək cərrahıdır. O elə ağırlı söhbətlər edir ki, veriliş şou verir, adı şou verilişidir. Amma orada insanlar nəsə öyrənirlər. Şou verilişi demirik ki, yox olsun. Bizdə şou nədir qanmırlar. Adicə o milyonçu verilişi var da. Yəni Türkiyədə bir müddət indi ötən gün Allah yerini cənnət eləsin, İlber Ortaylı da aparır bu verilişi. O boyda nəhəng bir adam İlber Ortaylı yəni milyonçu verilişini aparırdı. Onu keçən dəfə bir kadrlarını paylaşmışlar. Mən həqiqətən şok oldum ki, yəni belə bir hər tərəfli insan var. Ötən gün İlber Ortaylı'nın dəfnində bəlkə də Türkiyənin yarısı var idi. O qədər insan getmişdi onun dəfnindən. Nüfuzlu bir insandı, tarixçi. Amma eyni zamanda da yəni efirlər belə adamlara həvalə ediləndə həqiqətən də birisi elə də məsələ siz də təsə tapanmayacaqsaq, bizdə o azdır. Söhbət onunla ciğəri boynumuza götürək. Biz o qədər alicənab, o qədər mədəni, o qədər dünya görüşlü, o qədər xarizmatik, o qədər gözəl danışan, natiq deyilik. Amma biz şərait yaradılmayıbdır da, gəlin onu da etiraf edir. Yollar yaradılsa da siz bu adamlara savadı, ağlı hardan verəcəksiniz? Bu adam önünə elində bir kitab almayıb, əlində bir qəzet almayıb. Elə bu ki, bazarda, dükandır, arvadı ilə dalaşmaqdır, nə bilim, məişət qıl mövzular. Bizim ki, bugün deyil biz bu saatlarım. Çox təhliliyə özümüzü. Həddindən artıq təhliliyə, ay biz beləyik, ay eləyik, hanı bəs? Hanı o, ekrana çıxartırlarını görür də. Bu bir. İkinci bu, o tək onlardan asılı deyil, o aparıcılardan. Bu televizyon sədirləri var. Televizyon sədirləri bir görürlər o verişə yaşı pul gəlir. Məsələn, işləyimə görə o həkimləri görsün, soxurlar gözümüzə. Biz yaxşı həkimlər heç kimə reklama ehtiyacı yoxdur, hamı tanıyır. Və hər yerdə o dünyayı da tanışdı. İnternetdə var, hər yerdə var. Bu həkimlərdən də işləyimə görə bir saat hər verişdə 18.000 manat pul alırlar. Və bu pullar hanı gedir? Hamısı televizyon sədirlərinə. Televizyon sədirləri aydan arzudan durur deyirlər. Və bu televizyon sədirlərinin özünün ağlı savadı çatırmı ki, bu aparıcıya desin, o nə danışıq idi danışdın, o nə verilişi idi apardın. Ayıb deyilsən ki, elə şeylər görmüşsün. Bence bunu televizyon özündə demişəm, bədii rəhbərlə danışmışam. Deyir, tamam doğrudur. Olmur axı belə şey. Bir ağılınız olsun, bir savadlı, bir xalqın qabağına çıxmışsınız. Mən bu indi danışıram. Bəzi şeyləri belə biraz həddimdən kənara çıxanda özüm də hiss edirəm və utanıram qarşımdakilərdən. Mən qarşımda çox ağladığımda oturub bilirəm onu mən. Mən onu dəqiq bilirəm. İnsanlar televiziyaya baxırlar, bilirsiniz. Baxanda da elə adam çağırırsan ki, onun adamlığı olsun heç olmasa. Heç olsa bir şeyin mədəniyyəti olsun. Ağızdan gələn danışır. Olmaz ki. Doğru, doğru. Və elə sizin sözünüzün qüvvəti həmkarım var, Azər Rəşidoğlu, tanıyarsınız da, yəni o köhnə bizim nəsil jurnalistlərdən idi, Azərdə. Maraqlı bir paylaşım eləyib, yazır ki, şou verilişlər həmişə olub və olacaq, doğru deyil. Bu təkcə bizdə yox, bütün dünyada müşahidə olunan bir tendensiyadır. Çünki bu tip proqramlar geniş auditoriyanı cəlb edir və nəticədə reklam bazarında əsasən onlar formalaşdırır. Televiziya kanalları üçün maliyyə baxımından bu amil həlledici rol oynayır. Ancaq bu o demək deyil ki, efir məkanını yalnız əyləncə üzərində qurmaq lazımdır. Çıxış yolu alternativ məzmunun da paralel şəkildə inkişaf etdirilməsidir. Xüsusilə ciddi analitik verilişlərə ehtiyac var. Cəmiyyətin sosial, siyasi və iqtisadi problemlərini müzakirə edən, tamaşaçını düşündürən proqramlara vaxtilə Aynəs televiziyasının adını çəkir ki, belə verilişlər mövcud idi. Həmin proqramlarda jurnalistlər canlı yayımda məmurlara açıq və sərt suallarını ünvanlayırdılar, aktual məsələləri çəkinmədən müzakirəyə çıxarırdılar. Belə verilişlərdə də deyir, iştirak edirdi hər kəs sevə-sevə. Bu verilişlər həm medianın nüfuzunu artırırdı, həm də cəmiyyətdə ictimai nəzarət mexanizminin formalaşmasında rol oynuyordu. Belə fikirlər çox deyil, bunlar aydındır. Bu fikir çox aydındır, sizə də mənə də aydındır. Bir məsələ var, yadınıza gəlir keçən il o illərdə bu şou verilişləri başlamışlar tənqid eləmək filan. Güya ki, hər şeyi bunlar həll eləyir filan filan. Yox, elə deyil də, bilirsiniz nətərdir? Bu televizyon sədrləri bilirsiniz ki, nə deyirlər? Radio-vizual şurada və ya dövlət rəhbərlərinin qabağında. Deyir, siz məsələn ki, ictimai televiziyaya pul verirsiniz, siz nə bilim, ASTV-yə pul ayırırsınız. Bizə vermirsiniz. Bizə vermişsin, biz nətər bu cəmaata maaş verək? Biz gələk oradan o işləri, bizə qalır soyunub tamam çıxmaq ora. Biz el eləməliyik ki, pul gəlsin, nə bilim, nə gəlsin. Onlar bir təhər dözürlər, daha görürlər, xalq dözmür. Bilirsiniz, və heç bir tədbir də görmür. Elə bir şey, indi televiziyalar düzələcək. Güya ki, ASTV-də hər şey yerindədir. Və görmüşsün, baxıram ASTV-yə mən, məsələn, ASTV bəzən, xəbərlərə baxıram da, məsələn. Verilişin aparıcısı da adını deməmişsiniz kimdir. Deməli, Trump'ın soyadı, bundan qabaq.
Bizim aramızda müəyyən münasibət yaranmamışdan qabaq. Nə bilim, dövlət başlarını rüsva eləyir. Nədir o Fransanın başçısı? Macron rüsva eləyir, filan eləyir. Burada bir dənə jek müdürünə toxuna bilmirlər. Burada bir dənə nazir mavinini tənqid edə bilmirlər. Bu nə televiziyasan sən? Məsələn, təsəvvür edin ki, bulan işi gürbüsü nədir? Filan kişiyə su axıb. Və yaxud bir dəfə görürəm, mən hissəndim, getdim onu böyle bir yığıncaqda dedim. Deməli, bir rayonda 30 min adam susuz qalıb. Məsələn, mən hissəndim, əsəbləşdim. Məsələn, o söz mən deməməliydim, amma deyil, burada təkrar edirəm. Dedim ki, mən olsaydım rəhbərlikdə. Daha doğrusu mən promoy dedim. Rəhbərlikdə olsaydım, həmin gün orada nə qədər vəzifəşlər hamısı işlə çıxardardım. 30 min adamı susuz qoymaq nə deməkdir? Bu qədər məsuliyyətsizlik olarmı bir rayondasa, məsələn, Sabunçu rayonu, məsələn, bir rayonda. Bu nə bir məsuliyyətsizlikdir? Necə 30 adam necə susuz qala bilər? Bu necə ola bilər yayın günündə? 30 dərəcə, 40 dərəcə. Yəni, bilirsiniz, sözün nə deyil, televiziyalar heç deyən qorxusunun qarşı. Özə belə deyil, əlaqədar təşkilatlarla əlaqəsə, əlaqədar təşkilatla sən adam dövsən. Sən tənqid edilən adamın adını deyil, vəzifəsini deyil. Kişiliyin çatmır, onu görə deyə bilmirsən. Cəsarətin çatmır, sən jurnalist deyilsən. Sonra deyir ki, filancəsi axtardıq, tapmadıq. Sən nə jurnalistdən tapmadın? Mən Trump'ı da axtarsam görə taparamsan. O nə demək? Filancəsi axtardım, tapmadım. Geçsəm ki, Trump məni qəbul edəcək. Shortiklə. Başa düşdünüz? Yəni, sən necə jurnalistsən, tapmadıq nə deməkdir? Əlaqədar təşkilat nə deməkdir? Adını dedi, bu əlaqədar təşkilatın rəhbəri başa düşsün ki, o məsuliyyət daşıyır. Onun adı çəkilir televiziyada. Bunun dövlət rəhbərləri eşidirlər. Sabah onu işdən qova bilərlər. Qocasin tədbirini görsün. Heç bir şey eləmirlər. Yalançı sujetlər, yalançı efirdə olsun, arada milyonlarla manat pul alırlar dövlətdən. Olmaz, bu da sənin dövlət televiziyaları. Mən inanmıram, heç birine baxmıram da, xoşum da gəlmir.